Qaynatadan gəlininə qarşı dəhşətli əməl. Planı üçün oğlunu zorla işə göndərdi. Tərtərdə baş verən qətllə bağlı cinayət işi başlanılıb. Baş prokurorluğun mətbuat xidmətindən reporta bildirilib ki, mayın 13-də saat 10 radələrində Tərtər rayonu Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rızayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən Şəhriyar Hüseynov səhər saatlarında təkidlə oğlunun işə getməsini tələb edib, bir müddətdən sonra isə oğluna zəng eləyərək törətdiyi hadisə barədə məlumat verib. Bildirilir ki, qətlə yetirilən qadın bir müddət Ağdam-Bərdə yolu kənarında olan ticarət mərkəzində satıcı işləyib, bir neçə gün öncə ailəsinin təkidi ilə işdən çıxıb. Faktla bağlı cinayət işi başlanılıb, Şəhriyar Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam eləyir.